Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəsində şəhid olan hərbçilərdən biri də İlker Aykutdur. Sfera az xəbər verir ki, şəhidin atası Ünal Aykut verdiyi açıqlamada oğlunun şəhid olmasından cəmi bir gün əvvəl onunla telefonla danışdığını və 3 gün əvvəl Allahın sanki ona xəbər verdiyini deyib. Ünal Aykut hadisəni belə danışıb. Bir neçə gün əvvəl televiziyada bir reportaj gördüm. Bir ananın oğlu şəhid olmuşdu. Mən də o xəbərin altına yazdım. Anam başın sağ olsun. Allah oğlunun məkanını cənnət etsin, elə bil bunu mənə Allah dedirtdi. Çünki 3 gün sonra mənim öz oğlum şəhid oldu. Şəhid atası bildirib ki, oğlu ilə xarici vəzifəyə getməzdən əvvəl danışmışdı və bu onun ilk xarici xidməti idi. Oğlumla hər gün danışardıq. Şəhid xəbərini almazdan bir gün əvvəl danışdıq. Anasının səhhətindən danışdıq. Səhəri gün zəng etmədi. Biz də yoldadır, gələcək deyə düşündük. Axşam isə acı xəbər aldıq.